Gördüyümüz veya görmediğimiz her şey var olmazdan evvel Allah artıq var idi. O hər şeyi yarattı. Bunların hamısını necə yaradacağını kimsə Allaha demədi. O bunları öz gücünə, biliyinə görə etdi. Yalnız Allah dünyanı necə yaratdığını və nə üçün yaratdığını bizə deyə bilər. Bu Allahın öz kəlamında bizə danışdığı hekayədir. Başlanğıcda dünya formasız və boş idi. Amma Allah orada olduğu üçün onun öz planı var idi. Başlanğıcda Allah dedi: Qoy işıq olsun. Beləliklə ilk işıq göründü. Bunu Allah etdi. O işığı gündüz, qaranlığı isə gecə adlandırdı. Allah gördü ki, işıq yaxşıdır. Birinci günün axşamı gəldi. İkinci gün Allah dedi: Qoy yerin suları ilə göydəki sular bir-birindən ayrılsın ki, onların arasında boş yer yaransın. Allahın əmr etdiyi kimi oldu. Beləliklə, Allah göyü yaratdı və gördü ki, o da yaxşıdır. İkinci günün axşamı gəldi. Üçüncü gün Allah dedi: Qoy bütün sular bir yerə toplansın ki, quru torpaq üzə çıxsın. Qoy torpaqdan ən kiçik otlardan tutmuş, ən uca ağaclara qədər bitkilər çıxsın. Qoy çiçəklər və meyvələr yetişsin, sonra onların toxumları daha çox bəhrə versin. Hər şey Allahın əmr etdiyi kimi oldu. O quru torpağı, okeanları, bütün bitkiləri, otları və meyvə verən ağacları yarattı. Allah gördü ki, bunların hamısı yaxşıdır. Üçüncü günün axşamı gəldi. Dördüncü gün Allah günəşi yarattı. Elə həmən gün ayı və ulduzları da yarattı. Allah dedi: Günəş gündüzü, ay isə gecəni işıqlandıracaq. Qoy onlar ulduzlarla birlikdə fəsilləri, günləri və illəri işarə edən nişanlar olsunlar. Allah dördüncü gündə hər şeyin yaxşı olduğunu gördü. Beşinci gün Allah dedi: Qoy göydə hər növdə quşlar olsun. Qoy bütün okeanlarda hər rəngdə, hər formada və hər ölçüdə balıqlar olsun.
Beləliklə, Allah dənizlərdə və göydə olan bütün canlıları, hətta ən böyük yırtıcı balıqları və balinaları yaratdı. Allah onlara xeyir-dua verdi və onların artıb çoxalmağını, okeanları və torpaqları doldurmağını əmr etdi. 5-ci gündə belə başa çatdı. 6-cı gün Allah dedi: Qoy yer üzündə hər növ heyvan, mal-qara, yerdə sürünən məxluqlar törənsin. Hətta vəhşi heyvanlar da olsun. Beləliklə, ən böyüyündən tutmuş ən kiçiyinə qədər bütün heyvanlar meydana gəldi. Allah hər cür heyvan yaratdı. Bəzilərini buynuzlu, digərlərini isə nəhəng qulaqlı. Bəziləri yerdəki bitkilərlə qidalanırdı. Bəziləri isə ağacların başındakı yarpaqları yeyirdi. Onları bir-birindən fərqli yaratdı. Gördü ki, etdiyi hər şey yaxşıdır. Sonra Allah dedi: İndi gəlin insanı yaradaq, amma öz surətimizdə. O da bizim kimi olsun ki, düşünməyi, hiss etməyi, qərar verməyi və danışmağı bacarsın. O yer üzündəki bütün heyvanlar, balıqlar və quşlar üzərində hökmranlıq edəcək. Allah ilk insanları belə yaratdı. Onlar xüsusidirlər. Allah onları öz surətində yaratmışdı. Allah kişi və qadına xeyir-dua verib dedi: Artıq çoxalın və yer üzünü doldurun. Mən yaratdığım hər şeyin qayğısına qalmaq məsuliyyətini sizə verirəm. Allah yaratdığı hər şeyə, heyvanlara, bitkilərə, kainata və insanlara baxdı, gördü ki, hər şey çox yaxşıdır. Allah hər şeyi planlaşdırdığı kimi yaratdı və 6-cı gün hər şey hazır idi. Yeddinci gün Allah gördüyü işlərdən sonra istirahət etdi. Bu heç bir günə bənzəməyən gün idi. Çünki Allah artıq hər şeyi yaratmışdı və hər şey onun planlaşdırdığı kimi idi. Buna görə də Allah dedi: Bugün xüsusi gündür. Mən ona xeyir-dua verirəm və onu müqəddəs gün kimi ayırıram. Çünki bugün bütün işlərindən dincəlirəm. Salam, mənim adım Adəmdir. Mən Allahın yaratdığı ilk insanam. Bu yer isə Eden bağı adlanır. Allah məni burada yaradıb və mənə bağçaya qulluq etməyi tapşırdı. Bugün sizə Allahın məni necə yaratdığını və mənə verdiyi bütün yaxşı şeylər haqqında danışmaq istəyirəm. Allahın bütün dünyanı 6 gündə yaratdığını xatırlayırsınız? Allah səmanı, bitkiləri və heyvanları yaratmaq istədikdə, O sadəcə bunu dedi və hər şey də onun dediyi kimi yarandı. Amma məni tamamilə xüsusi bir şəkildə yaratdı. Allah yerdən toz götürdü və insan bədənini düzəltmək üçün ondan istifadə etdi. Sonra Allah onun burnuna həyat nəfəsi üfürdü.
canlı varlıq etdi. Allah məni belə yaratdı. Bu həyatımın ilk günü idi. Allah məni yaratdıqdan sonra gözəl bağa yerləşdirdi. O, bağın ortasında böyük çay yaratmışdı və hər növdə, hər dadda, hər formada, hər rəngdə meyvələrlə dolu çoxlu ağac var idi. Bağdakı bütün meyvələrin dadına baxmışam. Bu ağacda armudlar yetişir, onlar çox şirin və suludur. Orada isə portağallar yetişir, çox böyük olur. İndi onlardan birini dərəcəm. Allah dedi ki, bağda gördüyüm bütün ağacların meyvələrindən yeyə bilərəm. Amma bir ağacın meyvəsini mənə qadağan edib. O ağac xeyirlə şər bilmə ağacı adlanır. Allah məni yaradanda bu ağac haqqında çox aydın danışdı. O mənə dedi ki, xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə. Çünki onu yesən, mütləq öləcəksən. Bilirəm ki, bu ağacın meyvəsindən yemək düzgün deyil. Çünki Allah bunu mənə qadağan edib. Mən ölməyin nə demək olduğunu bilmirəm. Amma Allahdan uzaq olmağın nə demək olduğunu təsəvvür edə bilirəm. bu başqa ağaclardan fərqlidir. Ona həyat ağacı deyirlər və onun meyvəsindən yemək əbədi yaşayacağımızı bildirir. Yalnız Allahdan gəlir. Buna görə də bilirəm ki, bu çox vacib ağacdır. Adəmin yaşamaq üçün gözəl yeri olsa da, bağçaya qulluq işini də ona tapşırsan da, onun tək olması yaxşı deyil. Onun yanında olmaq və bütün işlərində ona kömək etmək üçün Adəmə biri lazımdır. Adəm, yaratdığın bütün heyvanlar buradadır. Mən onları sənin yanına gətirmişəm ki, sən onların hər birinə ad verəsən. Heyvanlara baxın. Onlar çox sayılı növbənöv müxtəlif ölçülərdədir. İlahi, sən heyrətamizsən. Mən ilk ikinizdən başlayacağam. Mən sizə itlər deyəcəm. Bəli, sənin adını bəyəndim. Xüsusilə də quyruğunu bulamağın xoşuma gəlir. Mən sizlərdən birinə şir adını vermək istəyirəm. Gəl baxım sizə, gəl baxım. Ya, bu ad sizə uyğun gəlmir. Siz çox balacasınız. Bildim. Ey! Siz ikiniz, ağacların yanındakılar. Bax, sizi şir adlandırmaq olar. Ay balacalar, sizin üçün də mükəmməl ad seçmişəm. Sizi skons adlandırmaq lazımdır. Sizi isə xoruz və toyuq. Balacaları isə cücələr adlandırıram. İki nəhəngə bax. Sizi fil adlandırmaq lazımdır. Ancaq diqqətli olun ki, nəhəng ayaqlarınızla cücələri tapdalamayasınız. Siz ikiniz pişiksiniz. Kürkünüzdə sürünən o balacalar isə birədir. Ey, yuxarıda budaqlarda yellənənlər, siz meymun adlanırsınız. 8 ayağı olana isə hörümçək adını qoyuram. Allah Adəmin bütün işlərini sevinclə yerinə yetirməsini seyr edirdi. Amma yenə də onunla danışıb, dostluq edən, ailə qurub uşaq sahibi olan, xoşbəxt ola biləcəyi bir köməkçiyə ehtiyacı var idi. Adəm, görürəm ki, işini yaxşı bacardın. Amma bilirəm ki, bütün işlərində sənə kömək edəcək bir yoldaşın olsaydı, sənin üçün daha rahat olardı. Düz deyirsən ata. Hər heyvanı ad tapmaq çox çətindir.
Bütün bunlar isə çox yorulmağıma səbəb oldu. İndi yat, Adəm. Oyananda görəcəksən ki, mən sənin üçün bir möcüzə yaratmışam. Düzdür ata, mənim də yuxum gəlir. Amma əminəm ki, bütün heyvanlar onlar üçün seçdiyim adları bəyəniblər. Allah Adəmə dərin yuxu verdi və onun qabırğalarından birini çıxardıb qadını yaratdı. Və o Adəmə mükəmməl yoldaş oldu. Adəm, Adəm, bax bu da sənin üçün hazırladığım köməkçi. Mən heç vaxt belə gözəl canlı görməmişəm. O da mənim kimi bir insandır. O həmişəlik mənim yoldaşım olacaq. Çünki Allah onu mənim bədənimdən yaratdı. Mən ilk kişi və qadını eyni bədəndən yaratdığıma görə kişi ilə qadın evləndikdən sonra ömür boyu birlikdə olacaqlar və onlar bir-birlərinə sadiq qalacaqlar. Kişi arvadına qayğı göstərməli və onu sevməlidir. Qadın ərinə hörmət etməlidir və onlar evləndikdən sonra bir bədən olacaqlar. Adəm, Həvva, mən hər ikinizin çox xoşbəxt olmağınızı istəyirəm. Mən yeməniz üçün sizə hər cür meyvə verdim və istəyirəm ki, siz birlikdə bitkiləri, ağacları, heyvanları və yaratdığım hər şeyi qoruyub qayğısına qalasınız. Yalnız bir şeyi yaddan çıxarmayın. Xeyirləşəri bilmə ağacının meyvəsindən yeməməlisiniz. Çünki onu yesəniz, mütləq öləcəksiniz. İndi başa düşmədiyiniz çox şey var. Buna görə də mənə etibar etməlisiniz. Mən sizi sevirəm və bu xüsusi yerdə əbədi olaraq sizinlə birlikdə olmaq istəyirəm. Allah bütün kainatda məhz belə nizam yaratdı və etdiyi hər şeydə bir məqsədi var idi. Allah nə yaratdısa, üzərində insanları cavabdeh qoydu. Allah gördü ki, hər şey çox yaxşıdır. Allah mən heyrətdəyəm, məni yarattın. Bizi öz surətində sevgilə yarattın. Dünyanı hazırladım birgə yaşamaq üçün. Qüdrətini görürəm sənin hər yanda bütün. Ey böyük Allah, yer göy yaradan, sənin qayğın sevginlə ürək rahat hər an. Hər şeyi bilirsən, anlayırıq biz. Sən sevgi, mərhəmətsən, səmavi atamız. Gözəl dünya yaratmısan, tənha idim mən. Onu yarattın canımdan, bizi etdin dən. Ey böyük Allah, Yer göy yaradan, sənin qayğın sevginlə ürək rahat hər an. Hər şeyi bilirsən, anlayırıq biz. Sən sevgi, mərhəmətsən, səmavi atamız.